Genetik nəticələrimi uğurla analiz eləyəcəyik. Tunc dövrü Anadolu, bax ümumiyyətlə əkinçi xalqdırsa sayı çoxdur deməkdir. Çünki əkinçiliklə məşğul olanda ərzağın çox olur, artırsan. Və onların genetik mirası da istər-istəməz artır. Yəni regionda onlar üstün olurlar. Amma sən ot yığılsansa və ya köçərisənsə, əkinçilərə nisbətən daha az mirasın olacaq, genetik mirasın çünki sayın azdır. Okay? Ona görə də səndə birinci bütün regionda ən çox yayılmış Tunc çağı, yəni Tunc dövrü Anadolu yerli çıxır. Göbələk təpənizad sənin dədələrin tikib, həmin bu genə sahib. Böyük ehtimal bunu izləyən şəxs də məndə də hamımızda, yəni bu regionda yaşayırıqsa bu gen daha çoxdur. Və bu gen zamanla gəlib Avropaya köçəcək və ona görə də Avropada da bu genlər çox yayılmışdır. Tunc dövrü Qafqazlısı, böyük ehtimal bu Qafqazlarda da qismi əkinçilik olub və regionda da bunlar çox olublar. Bunlar zamanla Urartulu olacaqlar. Düzdür, bura zamanla Aryan təsir gələcək, Sintaşlıdan İskitlər və digərləri. Amma ölçüdə Tunc dövrü Qafqazlıları zamanla Urartu olacaqlar. Ermənilər sonradan bu gələcək Hind-Avropalı xalqlardan biridir. Haylaşdıracaqlar, ya da erməniləşdirəcəklər regionu. Əslində bu Qafqaz geni ermənilərin əsas geni deyil. Zaten daha doğrusu Qafqazlılar zamanla demək olar yox ediləcəklər. Ancaq Qafqazlar bu gün dağlarda ilişib qalıblar. Niyə? Çünki həm şimaldan zəmdən vurublar onları, zamanla işğal ediblər. O Qafqazların amma bilinən dövlətlərdən biri Urartu olub ki, bax səndə də bu gen var. Çünki sən də Qafqazda yaşayırsan normal olaraq. Sonra gəlir Bakteriya margiana. Bu Sintaş əməliyyatından gələn aryanlar böyük Tacikistan tərəfdədir. Tacikistan tərəfdədir. Bu gen də zamanla türklərin içində regiona gəldiyini düşünürəm. Çünki məncə türkcə danışırdılar. Sonra Orta Bozkır adından da bəlli olduğu kimi, fəqət bu Orta Bozkır mən düşünürəm ki, bunlar yenə türkləşmiş Aryan xalqlarından, Hind-Avropa xalqlarından biridir. Ondan sonra Doğu Bozkır bu %100 türk-Mongol Tunguzdur. Səndə var genetik olaraq. Bir də Sarı Nehri var. Sarı Nehri də böyük ehtimal türk DNT-si kimi burada götürə bilərik. Çünki onlar da böyük ehtimal başqa dildə danışırlar. Zamanla Türk Konfederasiyasına daxil olub türkləşiblər və həmişə gələn türk axının içində gələn bir gen kombinasiyasıdır. Ondan sonra səndə var Kenanlı. Kenanlı Natufiya mədəniyyətidir. Bunlar da əkinçi olublar regionda, yaxın şərqdə. Bu Natufi mədəniyyətində də bildiyimiz kimi Yahudilərdir, ərəblərin bir çoxudur, Semit xalqları onlar yayılıblar. Ona görə səndə də Kenanlı geni 2.6% cüzi də olsa var. Necə ki Afrika orada 0.4. Amma bu Saharadır, yəni Səhralıdır. O bütün dünya xalqlarında Afrika genləri var. Çünki ST geni var hamımızda. O gendə Babil-Məndət boğazından çıxanda 65 min il əvvəl bütün Avrasiyalılara keçirilib. Yəni normaldır. 0.4% olması normaldır.